Salam, hər vaxtınız xeyir. Bizim artıq yeni mövzumuz ə, deməli cümlə hesab olunur. Biz cümlə ilə kiçik yaşlardan tanışıq. Hər zaman belə bir tərif verilib. Bitmiş fikir ifadə edirsə bu cümlədir. Mən bu gün dərs oxudum. Mənim fikrim bitdi. Artıq ə, bitmiş fikir ifadə elədiyi üçün bu bizdə cümlə hesab olunur. Cümlələrdə vacibdir ki, həm məna əlaqəsi olsun, həm qrammatik əlaqə olsun. Məna əlaqəsi deyəndə mən keçən dəfə sintaktik əlaqələrdə də bunu izah eləmişdim. Deyirəm Bakı gözəl şəhərdə dağın ətəyində yerləşir. Bu artıq semantik əlaqəni pozub. Bakı gözəl şəhər ola bilər, amma Bakı dağın ətəyində yerləşmir. Qrammatik əlaqədə deyəndə yanaşma, uzlaşma, idarə əlaqəsinin yeri-yerində olması nəzərdə tutulur. Yadda saxlamaq lazımdır ki, cümlələr quruluşca iki cür ola bilər. Birinci sadə cümlələr hesab olunur, ikinci isə mürəkkəb cümlələr hesab olunur. Sadə cümlələr o cümlələr hesab olunur ki, onun bir qrammatik əsası olur. Yəni qrammatik əsas mübtəda xəbər deməkdir. Sadə cümlənin bircə dənə mübtədası, bircə dənə xəbər olur. Amma mürəkkəb cümlənin iki dənə mübtədası, iki dənə xəbər olur. Məsələn, deyirəm ki, belə bir nümunə yazacağam. Mən gəldim. Nə etdim, gəldim? Kim mən? Bu bizdə artıq sadə cümlədir. Çünki bir qrammatik əsas var. Amma deyirəm ki, o getdi. Mən gəldim, o getdi. Nə etdi, getdi? Kim o? Artıq bu mürəkkəb cümlədir. Çünki burada iki dənə mübtəda, iki dənə də xəbər formalaşmış oldu. Yadda saxlamaq lazımdır ki, bununla yanaşı cümlələr bizdə müxtəsər və geniş ola bilər. Müxtəsər cümlələr o cümlələrə deyilir ki, yalnız baş üzvlərdən, yəni mübtəda və xəbərdən ibarətdir. Yəni, mən gəldim. Nə etdim, gəldim? Kim mən? Bu bizdə müxtəsər cümlədir. Çünki yalnız mübtəda və xəbərdən ibarətdir. Amma yazanda ki, tutaq ki, belə yazaq, rəngini dəyişək. Mən sizə gəldim. Mən haraya gəldim? Artıq burada sizə sözünü əlavə eləyəndə, yer zərfliyi yarananda bu bizdə geniş cümlə hesab olunur. Geniş cümlə olanda mütləq ikinci dərəcəli üzvlərdən biri burada iştirak eləməlidir. Növbəti bizdə cümlə üzvləridir. Ümumiyyətlə bilmək lazımdır ki, cümlə üzvləri deyəndə biz bunu iki hissəyə bölməliyik. Birinci baş üzvlər gəlməlidir, baş üzv. İkinci isə bizdə ikinci dərəcəli üzvlər olmalıdır. Baş üzvlərə daxildir bizdə mübtəda və xəbər. İkinci dərəcəli üzvlərə bizdə daxildir, konkret qayda kimi yadda saxlamalıyıq. Təyin, daha sonra təyindən əlavə zərflik və tamamlıq. Zərflik, tamamlıq, təyin ikinci dərəcəli cümlə üzvləri, mübtəda və xəbər baş üzvlər, yəni birinci dərəcəli cümlə üzvləri hesab olunur. Bilməliyik ki, var, yox, lazım, gərək, mümkün, bəs tipli birləşmələr suala cavab vermədən ismi xəbər mövqeyində çıxış edirlər. Növbəti bir anlaşımız bizdə mübtədadır. Baxın, mübtəda hərəkət və əlaməti xəbərlə verilən şəxsi və əşyanı bildirir. Yəni, mübtəda haqqında danışılan şəxs və əşyadır. Və mübtəda cümlənin belə deyək, ən müstəqil üzvü hesab olunur. Qrammatik cəhətdən ən müstəqil cümlə üzvüdür. Çünki o heç nədən asılı deyil. Xəbər də baş üzvdür. Xəbər də müstəqildir. Amma xəbər qismən də olsa mübtədadan asılıdır. Lakin mübtəda elə bir üzvdür ki, o heç nədən asılı olmur. Və baxın, indi deyəcəyim qayda bütün cümlə üzvləri üçün keçərlidir. Əvvəla bunu deyim ki, mübtəda kim, nə, hara suallarından birinə cavab verir. Mübtədanın ifadə vasitələri var. İsim, sifət, say, əvəzlik, fe'l, zərf
birinci, ikinci növ tənli söz birləşməsi, ismi birləşmələr, feili birləşmələr, xitablar hər şeylə ifadə oluna bilir. Məsələn, bax belə götürək. Tutaq ki, yazaq ki, xitablarla ifadə olunanda amma üzvlənmir, amma yerdə qalan hallarda feili birləşmələr, ismi birləşmələr, mürəkkəb adlar hamısından ifadə oluna bilər. Deyirəm ki, Alper döyüşür. Nə edir? Döyüşür. Kim? Alper. Mübtədanı tapdım ki, Alperdir. Deyir, bunun ifadə vasitəsi nədir? İsimdir. Bunun ifadə vasitəsi isimdir. Mübtədanın ifadə vasitəsini tapmaq, mübtədanı tapıb onun hansı nitq hissəsindən yarandığını tapmaq deməkdir. Və bir nüansı da qeyd edeyim. İndi hal-hazırda deyəcəyim fakt bütün cümlə üzvləri üçün keçərlidir. İndi izah edəcəyim xəbər üçün də o şəkildədir, təyin, tamamlıq, səhvlik üçün də o şəkildədir. Bütün cümlə üzvləri rusca sadə və mürəkkəb olur. Əgər sadədirsə nitq hissələrindən ifadə olunub. Deyirəm ki, tutaq ki, Alper, bayaqki nümunə, gəldi. Nə etdi? Gəldi. Kim? Alper. Burada nitq hissəsindən ifadə olunub. Nitq hissəsi ilə ifadə olunduğu üçün avtomatik biz deyirik ki, bu quruluşuna görə sadədir. Amma söz birləşməsi ilə ifadə olunsa və yaxud mürəkkəb adla ifadə olunsa, biz avtomatik bunu götürməliyik, belə deyək də, mürəkkəb söz birləşməsi kimi. Çünki söz birləşməsi ilə ifadə olunanda artıq 2 və daha artıq söz birləşir. 2 və daha artıq söz birləşdiyi üçün isə bu bizdə mürəkkəb mübtəda hesab olunacaq. Daha sonra növbəti bir cümlə üzvü bizdə xəbər hesab olunur. Xəbər bizdə hərəkət və hökmü bildirir. Nə etdi, nə edir, nə edəcək, nə etməlidir tipli suallara cavab verir. Yenə xəbərlər iki cür olur. Mübtədadakı kimi sadə və mürəkkəbdir. Sadədirsə bu nitq hissəsindən ifadə olunur. Mürəkkəbdirsə bu söz birləşməsindən ifadə olunur. İfadə vasitəsinə görə xəbərlər, feili xəbərlər və ismi xəbərlər olmaqla iki hissəyə bölünür. Əgər feilin şəkilləri və frazologizmlərlə ifadə olunubsa, bu bizdə feili xəbər hesab olunur. Məsələn, nümunələri göstərim. Deyirəm ki, gərək böyüyün sözünə qulaq asasan. Nə edəsən qulaq asasan? Qulağı götürüb asa bilməzsən ki, frazologizmdir, frazoloji birləşmədir. O halda biz deyirik ki, bu feili xəbərdir. Və yaxud, məsələn, başqa bir nümunə göstərək. Deyirəm, cavab verir. Nə edir? Verir. Baxın, burada cavab verir birləşməsində ver sözün köküdür, ir zaman şəkilçisidir. Deməli, xəbər şəkli ilə ifadə olunub. Deməli, bu feili xəbərdir. Yerdə qalan hallarda isə adlarla, yəni isim, sifət, say, əvəzlik, zərflə, var, yox, lazım, gərək, mümkün, bəs tipli sözlərlə ifadə olunubsa, ismi xəbər olur. Məsələn, buna nə nümunə göstərə bilərəm? Deyirəm ki, otaqdakı bütün əşyalar onundur. Kimindir? Onundur. Bax, o bizdə şəxs əvəzlidir. O sözün köküdür. Nu bitişdiricidir. Onundur. Kimindir? Onundur. On mənsubiyyətdir. Dır isə bizdə şəxs sonluğu hesab olunur. Avtomatik deyirəm ki, bu bizdə artıq ismi xəbər hesab olunur. Və yaxud deyirəm, qonaqlar içəridədir. İçəri sözün köküdür. Dadə yerlikar şəkilçisidir. Dir şəxs sonluğudur. İçəri də zərfdir. Deməli, bu xəbərlə ifadə olunub. Xəbər, daha doğrusu bu, zərflə ifadə olunan xəbərdir və xəbər adlarla ifadə olunub. Yəni, feil xaric, kökündə ümumiyyətlə feil yoxdursa, biz bunu götürürük avtomatik ismi xəbər kimi. Və yadda saxlamaq lazımdır ki, feili bağlama heç vaxt xəbər mövqeyində çıxış eləyə bilməz. Məsdər və feili sifət isə bizdə hesab olunur ismi xəbər, feili xəbər yox. Məsdər və feili sifət ismi xəbərdir, feili xəbər deyil. Növbəti bir nümunəmiz bizdə, növbəti bir cümlə üzvümüz tamamlıqdır. Tamamlıq əşya və obyekt anlayışını bildirir. İkinci dərəcəli üzvlərdir. Tamamlıqlar iki cür olur. Vasitəsiz tamamlıqlar və vasitəli tamamlıqlar. Yadda saxlamaq lazımdır ki, vasitəsiz tamamlıqlar yalnız kimi, nəyi, haranı sualına cavab verir, bir də nə sualına cavab verir. Məsələn, deyirəm ki, tutaq ki, gülü dərdim, nə etdim, dərdim,
Nəyi? Gülü. Baxın, burada artıq bu vasitəsiz tamamlıq hesab olunur. Çünki nəyi sualına cavab verdi. Vasitəsiz tamamlığı tapmaq ismin müəyyənlik bildirən təsir şalını tapmaqdır. Eyni anlayışlardır. Heç bir fərqi yoxdur. Daha sonra növbəti bizdə bir anlayış vasitəli tamamlıqlardır. Vasitəli tamamlıqlar isə kimdə nədə, kimdən nədən, kim üçün nə üçün, kim haqqda nə haqqda, kim barədə nə barədə suallarından birinə cavab verir. Deməli, məsələn deyirəm ki, tutaq ki, dəftərinə ürək sözlərini yazdı. Nə etdi yazdı? Nəyi ürək sözlərini? Hara dəftərinə? Artıq avtomatik baxın nəyi yazdı? Ürək sözlərini yazdı. Ürək sözləri burada vasitəli tamamlıq hesab olunur. Yazdı nəyi? Ürək sözlərini, üzr istəyirəm. Burada vasitəsiz tamamlıq mövqeyində çıxış edir ürək sözləri. Çünki nəyi sualına cavab verdi. Amma hara yazdı? Dəftərinə yazdı. Artıq burada hara, bunu biraz böyüdək, yazdı, hara dəftərinə, hara sualına cavab verib, tamamlıq mövqeyində çıxış elədiyi üçün biz deyirik ki, artıq bu burada vasitəsiz tamamlıqdır. Çünki bu kimin nəyi, haranın sualına cavab verə bilmədi. Təkrarən qeyd edirəm. Əgər kimin nəyi, haranın sualına cavab verirsə, vasitəsiz tamamlıqdır. Kimdə nədə, kim haqqda, nə haqqda, kim barədə, nə barədə suallarına cavab verirsə, vasitəli tamamlıq hesab olunur. Burada tamamlığın ifadə vasitələrini qeyd edib, buna ehtiyac yoxdur. Əgər siz tamamlığı tapa bilirsinizsə, zaten onun ifadə vasitəsini də rahatlıqla tapa biləcəksiniz. Bu nitq hissələri, bu quruluşca sadə və düzəltmə, sadə mürəkkəb olmağı tamamlıqlara da aid bir anlayışdır. Əgər nitq hissələrindən ifadə olunubsa sadədir, söz birləşmələrindən ifadə olunubsa, avtomatik bizdə mürəkkəb hesab olunur. Məsələn, baxın, deyir, verdiyi sözü tutmayana güvənməzlər. Nə etməzlər? Güvənməzlər. Kimə? Verdiyi sözü tutmayana. Baxın, kimə? Sözü tutmayana. Artıq burada sözü tutmayana bizdə tamamlıq hesab olunur. Tutmayan. Baxın, burada ən fe'li sifət şəkilçisi hesab olunur. Yəni fe'l sifət şəkilçisi işlənir. Fe'l sifət şəkilçisi bizdə tərkib əmələ gətirir, söz birləşməsidir. Söz birləşməsi isə deməli quruluşca mürəkkəbdir. Amma deyirəm hər tərəfi qar örtmüşdü. Örtmüşdü nə? Qar. Və yaxud bax haranı? Hər tərəfi. Artıq burada hər tərəf nitq hissəsindən ifadə olunduğu üçün bizdə sadə tamamlıq hesab olunur. Növbəti bizdə təyindir. Təyin isimləşmiş isim və yaxud isimləşmiş sözlərlə ifadə olunur. Necə, nə cür, nə qədər suallarından birinə cavab verir. Ən rahat bir şeydir. Təyini tapmaq əslində sifəti axtarıb tapmaq deməkdir. Məsələn, deyirəm ki, belə yazaq. Deyirəm, gözəl qız gəldi. Nə etdi, gəldi? Kim qız, hansı qız? Gözəl qız. Artıq gözəl sözü burada ismin qarşısında gəldiyi üçün təyin mövqeyində çıxış eləmiş olur. Yenə quruluşca sadə və mürəkkəb olmaq bütün hallarda təyinə də aiddir. Nitq hissələrlə ifadə olunubsa sadə, söz birləşmələrlə ifadə olunubsa mürəkkəb hesab olunur. Növbəti zərflikdir. Zərflik hərəkətin tərzini, miqdarını, yerini, səbəbini, dərəcəsini bildirir. Zərfliyin müxtəlif məna növləri var. Tərz hərəkət zərfliyi. Məsələn, gözəl danışır. Nə edir? Danışır. Necə danışır? Gözəl danışır. Əlamət bildirən söz danışmaq feilinin qarşısında gəldiyi üçün, necə, nə cür, nə tərzdə sualına cavab verdiyi üçün tərz hərəkət zərfi hesab olunur. Növbəti zaman zərfidir. Zaman zərfində artıq bilirik. Zərflə zərflik arasında ciddi bir fərq yoxdur. Deyirəm ki, məsələn, dünən gəldi. Nə etdi? Gəldi. Nə vaxt? Dünən. Zaman zərfidir. Nə vaxt, nə zaman açan tipli suallardan birinə cavab verir. Sonra, məsələn, gəlir burada yer zərfliyi. Hərəkətin yerini bildirir. Ora gələrsən. Nə edərsən? Gələrsən. Haraya? Oraya. Haraya, harada, haradan tipli suallara cavab verir. Ora, bura, yuxarı, aşağı, irəli, geri, sağ, sol. Bunlar %90% bizdə yer zərfliyi hesab olunur. Növbəti kəmiyyət zərfidir. Yəni bilirik. Deyirəm ki, məsələn, çox danışır.
Nəyidir danışır? Nə qədər danışır? Çox danışır. Feilin qarşısında gəlib kəmiyyət məzmunu ifadə elədiyi üçün, biz deyirik ki, bu kəmiyyət zərfidir. Sonra burada fərqli olan zərflə zərflikdə fərqli olan səbəb zərfliyi ilə məqsəd zərfliyidir. Baxın, səbəb zərfliyi hərəkətin səbəbini bildirir. Deyirəm ki, tutaq ki, belə nümunə götürək. Qocaldığım üçün yeriyə bilmirdi. Nə səbəbə yeriyə bilmirdi? Qocaldığı üçün yeriyə bilmirdi. Burada səbəbi ifadə eləyir. Yadda saxlamaq lazımdır ki, səbəb zərfliyi dığı plus üçündən istifadə olunur. Yəni feili sifət, daha çox feili sifətlə ifadə olunur səbəb zərfliyi. Dığı plus üçün qoşması olur. Qocaldığı üçün yeriyə bilmirdi. Bir də məqsəd zərfliyi var. Məqsəd zərfliyi isə hərəkətin məqsədini bildirir. Məsələn, belə bir nümunə yazıram. Yazıram, oxumaq üçün şəhərə gəldi. Nə etdi? Gəldi. Haraya gəldi? Şəhərə gəldi. Nə üçün şəhərə gəldi? Oxumaq üçün gəldi. Nə məqsədə gəldi? Oxumaq üçün gəldi. Maq plus üçün kimi istifadə olunur məqsəd zərfliyi. Səbəb zərfliyində feili sifət plus üçündür. Amma məqsəd zərfliyində maq plus üçündür. Yəni məstər plus üçündür. M-mu bu şəkildə yadda saxlayın. Məqsəd və məstər və yaxud maq şəkilçidə bundan ifadə olunur. Və bir detal da budur ki, məqsəd zərfliyində proses tamamlanmayıb. Baxın, hələ gəlməyib, gələcək oxuyacaq, hələ gəlib oxumayıb, gəlib oxuyacaq. Amma səbəb zərfliyində isə proses hər zaman tamamlanır. Deyirəm ki, qocaldığı üçün yeriyə bilmirdi. Bu yeriyə bilmirdi, artıq proses tamamlanıb. Səbəb nə idi? Qocalmaq idi. Burada baxın, nə qədər fərqlər yazıb, səbəb zərfliyin burada qeyd olunur, belə fərqləndir və yaxud məqsəd zərfliyini belə fərqləndir, bunların heç birinə ehtiyac yoxdur. Mənim dediyim qayda ilə çox rahatlıqla bunları fərqləndirmək olur. Yəni, digər qaydalar absurd və yorucu qaydalardır. Yəni, zərflik də digər cümlə üzvləri kimi sadə mürəkkəb olur. Dediyim kimi, sadədirsə nitq hissələri, mürəkkəbdirsə artıq bizdə söz birləşmələri ilə ifadə olunmuş olur.